Salam əziz abituriyentlər və valideynlər. Bugün keçirilən 9-cu siniflərin buraxılış imtahanının D variantını sizlər üçün izah edəcəm. Başlayaq 27-ci sualdan. Deməli, həmcins mübtədalar istəyir bizdən. Cavabımız rahat sualdır bu. C variantıdır. Böyükdə, kiçikdə meydana axışırdı. Axışırdı haraya? Meydana. Kim kiçikdə, kim böyükdə. Təkrarlanan, sadalanan üzvlərimiz mübtədadır. Cavabımız C variantı. 28. Fe'li bağlama hərəkətin tərzini bildirsin, bir də zamanını bildirsin. Burada birinci növbədə A variantını çıxmalıyıq. Nə üçün? Çünki A-da olan səbəbdir. Düşmən qorxduğu üçün nə səbəbə geri çəkildi? Deməli, burada ən rahat belə çıxarmaq olar. Əsmər xala pəncərəyə yaxınlaşanda nə zaman? Ana içəriyə keçər-keçməz nə zaman? Deməli, zamanı deyirsə 2-yə B ilə D-ni götürürük, 1-ə də C-yi. İkisi də tərz bildirir. A variantı. Nümunələr əsasında uyğunluğu müəyyən edək. Mən gələndə yağış yağırdı, mən gələndə mağazadan kitab aldım. Deməli, gəlin uyğunlaşdıraq. Zərfliyin mənaca 2 növü işlənib. Bu, deməli, 2-yə aiddir. Nə üçün? Aldım, nə? Kitabı, tamamlıq. Haradan? Mağazadan yer zərfliyi. Nə zaman? Gələndə. Gördüyünüz kimi. Mübtəda isimlə ifadə olunub. Yağırdı nə? Yağış. B-ni ataq 1-ə. Deməli, ikinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. Baxaq, yağırdı, nə yağış, nə zaman mən gələndə. Deməli, ikinci dərəcəli üzvlərdən biri işlənən, yalnız biri işlənən biri aiddir. 1 BC, 2-yə də A, Y götürək. Çünki ilk söz cümlədə kimsə ona cavab verir. Aldım, kim, mən. Bəli, 1 BC, 2 A, Y. Cavabımız C variantı. 30. Hansı cümlədə mübtəda fe'l sifət tərkibində ifadə olunub? Burada da cavab A variantımızdır. Fikir verin. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Mənim böyük əmimdir. Kim? Bu rəsmləri çəkən. A variantı. 31. Bir balaca boyu var, dam dolusu toyu var. Bu cümlədə hansı bağlayıcı işlənə bilər? Burada təbii ki, qarşılaşdırma məzmunu var gördüyünüz kimi. Bir balaca boyu var, ancaq dam dolusu toyu var. 32. Hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəli sifətlər var? Bu da çox rahat bir sual idi. Gördüyünüz kimi ağ sadə adi dərəcə, sarımtıl azaltma dərəcə, tünd qırmızı çoxaltma dərəcə. 33. Hansı sözdə nöqtələrin yerinə Q hərfi yazılmalıdır? Gördüyünüz kimi saitlə başlayan şəkilçi gələndə bilirsiniz ki, Q-yə keçir. Ona görə də yarpağı A çıxdı, qonağa Y çıxdı, buruğun C çıxdı. Orada B variantında dağlar sözdə Q yazılmalıdır. Cavab D variantı. 34. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Qeyri-müəyyən şəxsli cümlə bildiyimiz kimi adi sıradan cümlələr olurdu. Sadəcə ora üçüncü şəxsin cəmin, yəni onları xəyalən artırmalıydıq. Cavabımız burada onu nahaq yerə gözdən salıblar. Cavabımız Y variantı. Kim? Onlar. C niyə olmaz? C çünki orada ümumi şəxsli cümlədir. 35. Düzəltmə sözləri müəyyən edək. Dilək sözünün kökü dildir. Dil, dilə, dilək. 2 lex şəkilçi. 4. Dayaq. Dayaq sözünün kökü dayanmaqdır. Dayayıram ki, dayaq olur. 6. Bəzək. Bəzəyirəm ki, bəzək olur. B variantı. Bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edək. O da cavabımız bizim D variantıdır. O cümlədən bağlayıcımız, kaş isə ədatımız. Cavabımız D variantı.